bu avtomobil istər yük, istər sərnişin olsun, bugün Azərbaycan bazarında ən aşağı qiymətə təklif olunan maşındır. Bugün sizə BAO miniveni haqqında danışacağım, MPV-si haqqında danışacağım. Bu böyük avtomobil, bilmirəm, hiss edirsiniz ya hiss eləmirsiniz, avtomobil həddindən artıq böyükdür. 5 metr 35 santimetr, 9 nəfər, 7 nəfər ya da ki 6 nəfərlik. Bu sərnişindir. Mən bu haqda bəlkə də yalan olmasın, bir il öncə bir video çəkmişdim Kitaydan. Demişdim ki, bunu sizin üçün təklif eləyəcəyik. Bunun həm yük modelini, həm sərnişin modelini. Çox təəssüf ki, Çinlilər həmişəki kimi yetərincə hazırlıqlı olmadılar və mən bir şey test eləməmiş onu sizə verə bilmirəm deyə mən gözlədim və Azərbaycana gələndən sonra biz artıq bir neçə aydır ki, bu avtomobilin yük modelini test edirik və nəticələr çox əladır. Bu videoda bunun həm sərnişin haqqında danışacağım, həm yük haqqında danışacağım. Yəni, bu tipli avtomobillər yükdə sizə maraqlıdırsa, məsəl üçün 800 kilo, 1 ton 200, miniven tipli, yanacaq sərfiyyatı az, ehtiyat hissəsi ucuz və servisi sadə bu tip avtomobil sizin üçün maraqlıdırsa, bu videoya nə edirik? Baxırıq axıra qədər. İlk öncə avtomobil haqqında danışmaq istəyirəm. 212-ni tanıyırsınız. Həmin şirkətdir, BAO 212-ni istehsal edən şirkətdir. Kitayda ən çox satılan minivenlərdən biridir. Nəyə görə bu satılır? Çünki xidməti çox ucuz başa gəlir. Yəni, servisi çox ucuzdur və sadədir. Bilirsiniz ki, mənim üçün ən əsas məsələ odur ki, bir avtomobilin servisi olmalıdır ucuz, avtomobil uzun ömürlü olmalıdır və eyni zamanda yetərincə keyfiyyət göstərməlidir. Bu avtomobilin yük maşını haqqında indi sizə məlumat verəcəm. Bunun yük maşını 800-1 ton 200 arası yük götürə bilir. Yəni, yoxlamışıq, amma əslində kitabında yazır ki, 700 neçəsə kilo, yəni 800 kilo olmur. Arxa hissəsi, avtomobilin uzunluğu 5 metr 35 santimetr olduğuna görə, əgər uzun yüklər qoymaq istəyirsinizsə, avtomobilin arxasına yük üçün qoya bilərsiniz. İndi hal-hazırda mənim yanımda duran sərnişindir, yük deyil, amma mən bizim çəkiliş edən qardaşdan xahiş edəcəm ki, o internetdən tapıb bunun yük formasında qoysun. Hal-hazırda bizim istifadə elədiyimiz avtomobil də mexanika korobka, benzinli mühərrikdir, amma benzindən narahat olmayın, yanacaq sərfiyyatı trasta 5 litr, şəhərdə 7-8 litrdir. Yetərincə güclü, yetərincə manevrli bir avtomobildir. Gündəlik istifadədə deyərdim ki, yetərincə yaxşı da yanacaq sərf edir. Çünki trasta 5 litr, şəhərdə 7 litr olanda sizin dizelə ehtiyacınız yoxdur. Mühərrik də sadə olduğuna görə xərci azdır. Əgər kiməsə mühərrikin xərcləri maraqlıdırsa, bunun da mənim e-mailimə göndərə bilər. Avtomobillə tanış olmaq istəyirsinizsə, baxmaq istəyirsinizsə, avtomobilin, nətər deyim, azərbaycanlılar deyir, bir onun dəmirinə baxaq görək keyfiyyətlidir. Dəmir məsələsində 212 kimi, bundan da rahat olmayın, bu da özlüyündə bir tankdır. Elə Kitayda bunun sevilməyinə səbəb odur. Bunu ən pis yollarda sürürlər, amma uzun ömürlü olduğuna görə dözür. Arxası risorludur, avtomobil arxadan yetərincə çox yük götürə bilir. Yenə deyirəm, biz 1 ton 200-ə qədər test eləmişik və yetərli nəticə əldə eləmişik. Avtomobilin xadavo hissəsi, alt hissə, o hərəkət hissəsi çox sadədir. Yenə də ehtiyat hissələri çox ucuzdur. Yəni, bunu nəyə görə deyirəm? Çünki yük maşını istifadə edən şəxslər və yaxud da şirkətlər, onlar hər zaman çalışırlar ki, bunun 3 ildə, 4 ildə xərci az olsun və 3 il, 4 il rahatlıqla geçsin. Çünki istənilən avtomobil 300 min, 400 min kilometrdən sonra sıradan çıxır. Amma bir var ki, məsələn deyirəm, qiymətinə gəlmək istəyirəm. Bir var ki, 40-45 min manatlıq avtomobil sıradan çıxır. Bir də var ki, 30-32 min manatlıq avtomobil sıradan çıxır. Bunun qiyməti, yük maşınının qiyməti təzəsi 32 min manatdır. Bunu həm biz sizə kreditə təklif eləyə bilərik, həm lizinqə təklif eləyə bilərik. Yəni, hansı cür istəyirsinizsə, o cürdə təklif eləyə bilərik və yenə də deyirəm, ehtiyat hissələri və servisi haqqında öncədən sizə geniş məlumat verə bilərik. Bu, yük maşını haqqında. İndi də keçirəm
Bu sərnişindir, bu artıq gözümüzün qabağındadır. Yükü bura gətirə bilmədim, amma sərnişini gətirmişəm. İndi isə istəyirəm ki, sərnişin haqqında biraz sizə geniş məlumat verim. Oturacaqlar bu avtomobildə bir neçə cürdür. Deyim, birinci 6 nəfərlik, kapitan sidenkaları ilə hamısı. Sonra 7 nəfərlik, sonra 9 nəfərlik. Yəni avtomobilin ölçüləri dəyişmir, sadəcə oturacaqların sayı dəyişir. Yəni avtomobilin ölçüləri imkan verir ki, bu avtomobildə 9 nəfər sərnişin səyahət eləyə bilsin. Amma əgər ki, siz 9 nəfərlik sərnişin üçün avtomobili alacaqsınızsa, onda bagaj yeri, deyək, bu olacaq kiçik və eyni zamanda bu avtomobilin arxada oturanlar, sonuncu sırada oturanlar biraz yeri dar ola bilər. Amma avtomobili 7 nəfərlik götürəndə bütün avtomobil boyunca çox geniş yer var. Yəni avtomobilin hündürlüyü, bilmirəm, mənim yanımdan görürsünüz avtomobilin uzunluğunu, hündürlüyünü, bu doğrudan da rahat bir avtomobildir. İstifadə edəndə də, sürəndə də, sürüş keyfi olsun, nə bilim, idarəetmə olsun, bu avtomobil çox rahat bir avtomobildir. Mühərrik və sürətlər qutusu. Mühərrik yenə də yük maşınında olduğu kimi benzinli mühərrikdir. Qazdan işləyən mühərrik var və eyni zamanda da elektrik mühərrik var. Əsasən Azərbaycanda maraq olur benzinli mühərrikə. Nəyə görə? Çünki elektriklə olan mühərrik bu cür avtomobillərdə uzun müddət sürə bilmirlər və yaxud da ki, qorxurlar. Amma tutaq ki, hal-hazırda yanımda gördüyünüz avtomobil elə elektrikdir. Bunun kilometri 585 kilometrdir. 84 kilovat akkumulyator var. Yəni, normalda bu avtomobil yetərincə uzun yola gedə bilir elektriklə. Amma sadəcə bizim o içimizdəki qorxu ki var, o bizə imkan vermir. Gəncəyə gedəcəkmi sualına cavab verməyək deyə biz nə deyirik? Deyirik, qardaş, al benzinli. Benzinli olur iki cür. Mexanika korobka ilə, avtomat korobka ilə. Mexanika korobka ilə və avtomat korobka ilə ikisini də gətirə bilirik. Yanacaq sərfiyyatı. Mexanika korobkada eyni ilə bunun yük versiyasında olduğu kimidir. 5 və 7 litr. Trasda 5 litr, şəhərdə 7 litr. Avtomat korobkada isə yanacaq sərfiyyatı 2 litr artır. Yəni 9 litr və 7 litr. Yəni bu yanacaq sərfiyyatı sizə sərf edirsə, o zaman bizim ofisə müraciət eləyə bilərsiniz. Gəlib avtomobilə baxa da bilərsiniz. Əlimizdə həm yük avtomobili var, həm də bunun elektriklisi var. Amma benzinli ilə elektriklinin heç bir fərqi yoxdur görünüşdən. Hamısı eyni şeydir. Salon, şit və bütün elektronika, o komfort şeyləri sevirsiniz da, siz o, nə bilim, radar, ledar, nə bilim nə, ay qabaqdakı maşını görsətsin, ay özü tormoz versin, ay kosmosla zadla danışsın, belə şeyləri sevirsiniz axı. Onlar hamısı var. Yəni, onların da danışmaq istəmirəm. Yəni, bütün o, hətta bu yük maşınında da var, ha. Yəni, onu da sizə deyim. Yük maşını da yetərincə elektronika ilə təchiz olunmuş bir şeydir. Amma təbii ki, sərnişin olanda komfort yüksəlir və o bahalı dediyimiz avtomobillərdə olmazın şeylər bunda da var. Yəni, hamısı bunda var. Nə ürək istəyir var. Amma bunun bir dənə üstün cəhəti var. Yenə deyirəm. Bu, uzun müddət istismar oluna bilir və yanacaq sərfiyyatı aşağıdır və eyni zamanda da ilkin qiyməti ucuzdur. Sizə onu deyə bilərəm ki, bu avtomobil istər yük, istər sərnişin olsun, bugün Azərbaycan bazarında ən aşağı qiymətə təklif olunan maşındır. Keyfiyyətdə qətiyyən geri qalmır. 212-ni gördük, düzdür? 212 nə cür idi? Bugün hamı sürür, hələ o qədər də çox sürürlər ki, hətta mənə də imkan vermirlər. 2 dəfə özümə maşın sifariş eləmişəm, maşın bura çatmamış. Kimsə gəlib deyib ki, qardaş, sən özünə gətirərsən, maşını götürüb aparıb. İndi Allah qismət eləsin inşallah yanvarda. Gənə də gələcək, yanvarda da demişəm ki, daha öz mümkün verin, xahiş edirəm. Cəmaat məni gözləyir, elə bilirlər ki, 212 sürmürəm deyə 212 həvəsimiz ölüb. Xeyr, 212 haqqında da geniş danışacağım, fərqli danışacağım. Çox inkişaf eləmiş məlumatlar var. Çox belə sevindirici məlumat var. Həm Azərbaycanda, həm Kitayda avtomobilin inkişafı, zavodun avtomobilin üzərində işləməsi çox belə təqdirə layiqdir. Müxtəlif yeniliklər var. Onların da hamısını sizlə paylaşacağım. Yəni 212-yə keçdim, mətləbdən uzaqlaşdım. Yəni dostlar, bax bu eynidir. Yəni gəlib dəmiriyin qalınlığına da baxa bilərsiniz. Bunun yük maşını sürən yoldaş var Azərbaycanda. Deyir ki, düzünü deyim, açığını deyim. Mən deyir, bunun birinci dəfə deyir alanda dedim ki, Kitayski maşında deyir, nə olacaq ki? Deyir, amma dəmirinin qalınlığı.
maşının komfortu, maşının yükə dözümlülüyü məni deyir, türklər deməli şaşırtdı. Yəni adam o qədər belə həvəsə düşüb ki, çatan-çatında deyir ki, otur bir dənə bunu sür. Doğrudan da o qədər adamı həvəsə gətirir və yenə də deyirəm, mən bu məsələni ona görə biraz uzatdım ki, biz bunu özümüz testdən keçirdik. Görək ki, bu nətərdir? Bunun sürüşü, bunun bir benzin işlətməsi, bunun bir servisi, bunun bir oborotu, skoristi, korobkası, motoru nətər olacaq bunun axırı? Yəni Azərbaycanda bu özünü nətər göstərəcək? Bu hamısını Allah'a şükür yüksək səviyyədə göstərdi. Onu da deyim ki, mənə yazanlar olurdu. Mən bunu ilk dəfə Kitayda reklam eləyəndə mənə deyirdilər ki, bəs bəzi müştərilər var, qazla istəyirdi. Sərnişinli, amma qazla, zavodskoy. Bəziləri var ki, benzinlə işləyirdi. Bəziləri vardı, avtomat korobka istəyirdi. Yük maşını avtomat korobka istəyirdi. Dostlar, yenə deyirəm, bu çinlilərlə əlaqə biraz müşküldür. Məni bağışlayın, mən sizin çoxunuza atqaz elədim o vaxtı. Çünki mən əmin deyildim, başa düşürsünüz? Yəni, bəzi şeylər var ki, mən ondan əmin olmalıyam, onu özüm yoxlamalıyam. Ondan sonra bəzi şeylər dəyişdi. Məsəl üçün, avtomat korobka ilə yük maşını bizə söz vermişdilər, eləmədilər. Dedilər ki, yalnız mexanika ilə. Bu da şübhə doğurdu bizdəki, yəni ki, görünür ki, avtomat korobkada yük maşınında xəta oldu. Mexanika korobka daha yaxşı oldu deyə biz istədik ki, gözləyək və bunun nəticələrini gözləyək. Bəlkə də bir müddətdən sonra avtomat korobkalı yük maşını da artıq bizə təqdim olunacaq. Amma biz bunu ləğv elədik və yalnız mexanik korobkalı yük maşını, amma sərnişin avtomat korobka ilə olacaq. Avtomat korobkada nədir? 8 skorist ZF-in xalası oldu. Hər şey ZF-in üzərində qurulur deyə 8 skorist ZF korobkadır. Narahat olmayın, burada da yəni hər şey zavod tərəfindən təmin olunur. Biz də maksimum sürətdə sizə köməklik göstərməyə çalışacağıq. Belə, bu iki avtomobillə bağlı, həm yük, həm də sərnişin versiyası ilə bağlı istər şirkət olsun, istər vətəndaş olsun, istər fiziki şəxs olsun, müraciət eləyə bilər. Yenə də deyirəm, kredit, leasing verə bilirik. Nömrəni və digər məlumatları videonun açıqlama bölməsindən götürə bilərsiniz. Mənə yenə də e-mail yaza bilərsiniz. E-mailim də aşağıda görsənir. İstifadə oluna biləcək o dosta, qardaşa məsləhətli maşın var idi. Bax, ondandır. Yenə də deyirəm, mən üzürlü sayım, mən gecikdim biraz, amma geri döndüm Allahın köməkliyi ilə və bu maşın artıq yoxlanılıb və biz bunu artıq sizə təmin edə bilirik. Kimə maraqlıdırsa, yük, sərnişin, sərnişinlər bir neçə variantdadır, avtomat korobkalı, mexanik korobkalı və oturacaqların sayına görə fərqlilik göstərir. Bu qədər, sağ olun.